Sizə belə bir elektronika həlli göstərmək istəyirəm. Sifarişçinin tələbləri əsasında hazırlamışam bunu. İstəyir ki, relələri kompüterinə idarə edə bilsin. Bu transmitterdir, ötürücüdür yəni. Bu isə qəbul edici. Qəbul edicinin sayını 256-ya qədər artırmaq olar. Üzərində 8 bitlik switch var. On-off eləməklə 256 ədəd bundan yerləşdirə bilərik. Bundan isə hal-hazırda 4 bitlikdir. 16 fərqli adres qoya bilərik. Bunun biri, bunun 256 hamısında idarə edə bilər. Amma aralarındakı məsafə artdıqca ola bilər ki, bunun ötürdüyü siqnal bunlara gəlib çatmaya bilər. Ona görə də bunun biri 30-40 dənəsinə kifayət eləyirsə, bundan bir dənə də ardıcıl qoşaraq növbətləri də idarə etmək mümkündür. Kompüterdə olan proqramda sizə göstərəcəm. 6 ədəd qəbul edici var. Relənin birini açmağa çalışaq. Açılır. Digərləri proqram budur. Bunu Pythonda yazmışam. Bu da kodlarıdır. Təəssüf ki, yaxından göstərə bilmirəm. Bax, bu göndərilən transmitterlər bir-biri ilə həm də ki, kompüterlə, yəni master cihazla 485 xəbərləşmə modulu, həm də protokolu ilə xəbərləşir ki, RJ45 içərisindən həm də qida getdiyinə görə bunlara əlavə güc verməyə ehtiyac yoxdur. Sadəcə bir obyektə çəkilmiş RJ45, yəni Cat6 və ya Cat5 LAN kabeli vasitəsilə həm gücü gedir, həm də xəbərləşmə bunun içərisindən gedir. Yoxlayaq. İndi bax, burada hal-hazırda bunun ID-si 15-dir, bu isə 14-dür. Burada əvvəlcə portu seçirik. Bunun portu 25. Qoşulduq. Uğurla qoşulduğunu bildirir və sonra burada hansı cihazlar varsa hamısının ID-si yazılmalıdır, qeyd olunmalıdır. Məsələn, burada 2 dənə ID-ni artıq qoymuşam, 0 və 1-i. Elə bir ID yoxdur. Test üçün qoymuşam. 14, 15 isə var. Məsələn, burada test edə basırıq. Test edə bilirik cihazları. Burada hal-hazırda bu Python kodundan, yəni bu proqramdan cihazlara, bax burada nə qədər ID verilibsə, hamısına sorğu göndərilir. Hansından cavab qayıdırsa onu burada göstərir. Baxın, göndərilən sorğular ID 0-a getdi, 1-ə getdi, 14-ə getdi və 15-ə getdi. 0 və 1-dən cavab qayıtmır, çünki elə bir cihaz yoxdur. 14 və 15-dən isə sağlamdır deyə bir mesaj verərək həm də qayıdan cavabları burada göstərir. İndi isə baxaq. Məsələn, burada qeyd edirik bu cihazların, transmitterlərin ID-lərini. Burada isə qəbul edici. Orada sizə göstərdiyim masanın üzərində olan relələri açıb bağlayan cihazların ID-lərini. Burada 15 qoymuşam. Burada 15, bunda 14, bunda 14 və cihazların ID-ləri də fərqlidir, qəbul edicilərin. İstəsək bunları da bloklaya bilirik. Məsələn, burada deyək ki, bir dəfə qoyuldu. Parol qoyaraq bunu bloklamaq mümkündür ki, tənzimlənəndən sonra artıq o dəyişilə bilməsin. Deyək ki, 15-in birinə data göndərmək istəyirəm. Klik edirəm. Açır, bağlayır. Və yaxud da ki, digərinə. Orada işıq yanmadı, amma releyin səsi gəldi. İşıq ona görə yanmır ki, ona lampa qoşmamışam. Burada isə proqrama əlavə olaraq həm də server yazıram, həm də telefonla idarə olunacaq. Məsələn, istifadəçi istənilən yerdən telefonla qoşulub bu relələri idarə edə biləcək.